Qalxanvari və çəkirsən. Qalxanvari vəzinin sağ payının arxa səthində hipoxogen bir düyün var və düyün ölçüləri 1.3 sm, 100 sm-dir və bizim hal-hazırda etdiyimiz biopsiya üsuludur. Biz biopsiya vasitəsilə yəni həmən materialdan, daha doğrusu düyündən material götürməyə çalışırıq. Və xəstəmiz də qorxan bir xəstədir. Şimdi buna da deyiblər ki, sən o da biz də çək. Xəstəmizə də nə deyiblər ki, bəs biopsiya etsəz, o narahatçılıq olardı. Yəni bizim 15 ildən çox belə təcrübəmiz var, biopsiya edirik. Hələ də hansısa bir xəstəmizdə, hər hansı bir biopsiyadan sonra ağırlaşma və ya yayılma deyən bir problemlə üzləşməmişik. Çünki rahat bir üsuldur. Və buna da biopsiya bitdi. Nəysə bir şey hiss elədiniz? Bitti. Sen oldu. Bu deyirlər, ay belə qışqırırsan, ay belə deyirsən. Heç bir, baxacaq bir şey deyil. Burada işə yox olmuş.